turistlərin maarifləndiricisi. Yox, deməyin ki, xaricə gedirlər, xeyr. Niyə getməyim ki? Siz statistikanı bilirsiniz. Hal-hazırda Azərbaycana hamı həkimlərə etibar eləyir. Edir, bəli. Elə şey yoxdur. Bəli, etibar edir. Xaricdən gəlirlər, hətta burada müalicə alırlar. Xaricdən gəlirlər. Məlumatına görə 10 mindən çox həkim Azərbaycandan gedir. Bu əslində böyük bir işdir və onlar gedirlər, bura pul göndərirlər. O pis şey deyil ki. Bu bazar balacadır. Bizim tibb universitetlərimiz var, fakültələrimiz var. Gedib xaricdə oxuyub gəlib burada balaca bir bazardır. Yəni səhiyyə bazarı olaraq balaca bir yerdir. Adamın gedib Almaniyada Azərbaycan həkimliyi işləməsi bilsin nə deməkdir? Bu bizim səhiyyəmizin yüksək səviyyədə Azərbaycan soyadı, bəli. Deyək ki, Almaniyada bir klinikada. Xahiş edirəm. Buyurun professor, Çox buyurun. xahiş edirəm. Hal-hazırda xaricdən təbib bizim Səhiyyə Nazirliyimiz qədərincə ixtisas sahiblərini Azərbaycana gətirir. İkinci, hal-hazırda klinikada Türkiyədən də xəstə müalicə alan var, Bəli. Gürcüstandan da müalicə Bəli. alan var. Ərəb ölkələri. Bir dəqiqə xahiş edirəm. Rusiyadan da gəlib müalicə alan var. Rusiyadan xəstə gəldi, 60 bucağı əməliyyatdan çıxartdım və 40-a 30-a endirdim, qayıtdı getdi.